Köhnə maşınlar tank kimi idi. İndiki maşınlar isə kağız kimi bükülür. Bu cümləni yəqin ki 1000 dəfə eşitmisiniz. Bəs avtomobil nəhəngləri niyə artıq sağlam maşın istehsal etmir? Cavab sizi təəccübləndirə bilər. Çünki onlar sizi öldürmək istəmirlər. 60-cı illərin o nəhəng dəmir yığınlarını xatırlayın. Qəza zamanı maşın demək olar ki zədələnmirdi. Amma fizika qanunları yalan danışmır. Maşın bükülmədiyi üçün toqquşmanın bütün ölümcül enerjisi birbaşa sürücüyə ötürülürdü. Yəni maşın sağlam qalırdı, amma içindəkilər təəssüf ki qalmırdı. Məhz burada müasir mühəndisliyin dahiyanər həlli ortaya çıxır. Crumple zone, yəni qırılma zonaları. Müasir avtomobillərin ön hissəsi qarmon kimi bükülməyə hazır dizayn edilib. Toqquşma anında maşın özünü qurban verir. Metalın kağız kimi qatlanması əslində bədəninizə dəyəcək zərbəni udan bir yastıq rolunu oynayır. Maşının önü tamamilə dağılarkən sürücü kabini sayılan salon hissəsi polad qəfəslərlə qorunur. Nəticədə maşın yararsız hala düşür. Amma siz o avtomobildən burnunuz belə qanamadan çıxa bilərsiniz. Yəni müasir avtomobillər zəif deyil, inanılmaz dərəcədə ağıllıdır. Bəs sizcə hansı daha yaxşıdır? Sap sağlam qalan bir maşın, yoxsa sizi xilas edən kağız parçası? Avtomobil haqqında faydalı videolar paylaşırıq. Profildəki linkdən WhatsApp qrupuna qoşula bilərsiniz.